Affekt termini psixologiyada. İlk öncə baxaq, affekt nədir? Affekt insanın qısa müddətli, lakin çox intensiv emosional vəziyyətidir. Bu vəziyyətdə insanın davranışı bəzən qeyri-adi, impulsiv və idarə edilməz ola bilər. Affektlər zamanı insanın şuuru qismən və ya tamamilə darala bilər və o etdiyi hərəkətlərin nəticəsini tam şəkildə dərk etmir. Affektin xüsusiyyətləri dedikdə, ilk öncə yüksək emosional intensivlik, qısa müddət, yəni bir neçə saniyədən bir neçə dəqiqə ərzinə qədər davam edir. Şuurun daralması və ya qismən itməsi, idarə olunmayan davranış, fiziki reaksiyalar, buna ürək döyünməsi, əllərin titrəməsi, tənəffüsün sürətlənməsi və s. misal göstərə bilərik. Affektin növləri. Affektlər bir neçə formaya bölünür. Qəzəb və hiddət affekti, bu affektin növü ən geniş yayılmış affekt növüdür. İnsanlarda qəfil və güclü aqressiya ilə xarakterizə olunur. Qorxu affekti. İnsan təhlükə hiss etdikdə yaranır, bədən döyüş və ya qaç reaksiyasına keçir. Affektiv şok. Şok halında insanın hiss və duyğuları donur, ümumiyyətlə travmatik hadisələrdən sonra baş verir affektiv şok. Affektiv stupor isə insanın donub qalması, heç bir reaksiya verməməsi, şokun digər formasıdır. Affekt uşaqlarda necə görünür? 2-5 yaş arası uşaqlarda qışqırmaq, ağlamaq, yerə yıxılmaq formasında özünü göstərir. 6-10 yaş arasında dərhal cavab qaytarmaq, əşyaları atmaq formasında özünü göstərir. 11 yaşdan yuxarı yaş qrupunda isə qapını çırpmaq, aqressiv davranış, sosial təcrid formasında özünü göstərə bilir. İndi isə gəlin affektin bioloji əsasları, həmçinin affektin hüquqda nə cür özünü göstərir bundan baxaq. Affektin bioloji halları. Affekt zamanı limbik sistem, xüsusən amigdala və hipotalamus affektiv olur, aktiv olur. Hormonal dəyişikliklər baş verir, adrenalin, kortizol sistemi stres hormonları ifraz edir. Bu dəyişikliklər bədənin hazır vəziyyətə gəlməsinə səbəb olur. Affekt və hüquq. Hüquqda affekt vəziyyəti bəzən cəzaların yüngülləşdirilməsi üçün əsas ola bilər. Məsələn, əgər bir insan ağır emosional vəziyyətdə cinayət törədibsə və bu affekt halında baş veribsə, bu onun məsuliyyətini azalda bilər. Hüquqi baxımdan affekt, hüquq sistemində affekt halları məsuliyyətin azaldılması və ya cinayətin hüquqi qiymətləndirilməsində nəzərə alınır. Hüquqi termin kimi isə affektiv vəziyyətdə törədilmiş cinayət adlandırılır. Cinayətin güclü emosional sarsıntı halında törətməsi və müəyyən şərtlər altında cəzanın yüngülləşdirilməsi və ya digər maddi ilə qiymətləndirilməsinə səbəb olur. Nümunə, şəxsin yaxın adamının qəfil ölüm xəbərini alaraq kiməsə zərər vurması və s. Bəs şəraitlər nələrdir? Affektin təhrik edici şəraitdə baş verməsi, provokasiya, ağır təhqir, affektin real və qəfil olması və şəxsin əvvəlcədən cinayət niyyətinin olmaması. Bəs qiymətləndirilməsi nə cür olur? Psixoloq və psixiatrın rəyi əsasında olur. Əgər affekt halı sübut olunarsa, bu da cəzanın yüngülləşdirilməsinə səbəb ola bilər. Sonra keçək affekt və emosiya arasındakı fərqlərə baxaq. Affekt qısa müddətli və güclüdür. Emosiya isə daha uzun müddət davam edir. Affekt şuuru daralda bilir. Emosiyada isə şuur tam fəaliyyət göstərir. Affekt idarə olunmaz ola bilər. Emosiya isə adətən idarə oluna bilir. Affekt fiziki reaksiyalar burada kəskin özünü göstərir. Emosiyada isə fiziki əlamət daha zəif şəkildə özünü büruzə verir. Affektin qarşısını necə ala bilərik bəs? Özünü tanıma və duyğularını anlama, stresi idarə etmə texnikaları, məsələn, nəfəs məşqləri, aqressiyanı konstruktiv yolla idarə etmə, psixoloji yardım və psixoterapiya dəstəyi almaq. Affektdən sonra nə baş verir? İnsan tez-tez etdiyi hərəkətə görə peşman olur, bəzən tam olaraq nə etdiyini xatırlamaya bilər, bədən güclü emosional yüklənmədən sonra yorğun düşür.
Psixoloji baxımdan affekt. Gəlin burada bunlara diqqət yetirək. Şuur daralır, insan hadisəyə yalnız bir aspektdən yanaşır. Baş verənləri bütöv şəkildə dəyərləndirə bilmir. Qısa sürür. Adətən bir neçə saniyədən maksimum 3-5 dəqiqəyə qədər. Emosional partlayış formasında ortaya çıxır. İnsan bəzən ağlayır, qışqırır, əşyaları sındırır və s. İnsanın normal davranış modeli dəyişir. Yəni qərarları impulsiv şəkildə qəbul edə bilir. Psixoloji səbəblər nədir bəs affektin yaranmasına? Yığılmış daxili gərginlik, travmalar və stress, şəxsiyyətin emosional sabitliyinin pozulması, duyğuların bastırılması psixoloji səbəblərdəndir. Sonra gəlin baxaq sosial baxımdan affekt. Affekt insanın sosial davranışına və münasibətlərinə ciddi təsir göstərə bilir. Sosial nəticələr olaraq işdə və ya ailədə münasibətin pozulması, sosial təcrid və cəmiyyətdən uzaqlaşma, cinayət və hüquq pozma nəticəsində cəmiyyətdə mənfi imicin yaranmasına səbəb olur. Sosial faktorlar, ailə-daxili zorakılıq, yoxsulluq, sosial ədalətsizlik kimi hallar affekt halına səbəb ola bilər. Kollektiv affekt bəzən insanlar kütləvi affektlərə qapılırlar. Məsələn, mitinqlər zamanı baş verən hərəkətlər. Sosial dəstək, sosial psixoloji xidmət, dəstək qrupları, stressin idarə olunması ilə bağlı maarifləndirmə, ailə və məktəbdə emosional tərbiyə. Sahə olaraq psixologiyada affektin rolunu deyə bilərik ki, daxili emosional partlayış, davranışın dəyişməsi. Tibbdə isə affektin rolu beyin və hormonal sistemin aktivləşməsi, hüquqda affektin təsviri, cəzanın azaldılması və hüquqi qiymətləndirmədə istifadə olunur. Sosiologiyada isə münasibətlərə, cəmiyyətə və davranışa təsiri olur. Gəlin indi isə qəzəb affektinə aid, biz demişdik affektin bir neçə növü var, onlardan ilkini qəzəb affekti idi. Buna aid nümunə çəkək. Ailə-daxili münaqişə. Məsələn, bir şəxs həyat yoldaşı ilə dəfələrlə münaqişə yaşayır. Gərginlik yığılır və bir gün təhqir və zorakılıq nəticəsində o ani emosional partlayış yaşayır və qarşı tərəfə fiziki zərər yetirir. Bu vəziyyətdə affekt emosional gərginliklə yığılıb. Təhrik edici amil var burada və qəfil olub. Zorakılıq, təhqir. Affektin hüquqi qiymətləndirilməsi ekspertiz, yəni rəyinə əsaslanır. Sonra ikinci növü affektiv şok. Qəza və ya ölüm xəbəri buna misal ola bilər. Qadın qəfil qohumunun ölüm xəbərini alır, yaxın qohumunun. Ani affektlə şoka düşür, özünü itirir və ya ağlanılmaz davranış göstərir. Özünə və ya ətrafdakılara zərər yetirə bilər. Bu vəziyyətdə şok emosiyası affektiv donmaya səbəb ola bilər. Tibbi və psixoloji dəstək burada vacibdir. Üçüncü növ kütləvi affektdə biz nümunə çəkə bilərik. Sosial narazılıq. İnsanlar mitinq zamanı emosional olaraq əsəbləşirlər. Polis müdaxiləsi zamanı bəzi şəxslər affekt halına düşərək ictimai əmlaka zərər verirlər. Bu kollektiv affektdir. Fərdlərin emosiyası bir-birinə təsir edir. Affektin aşkarlanması üçün testlərdən istifadə olunur. Gəlin görək slaydımızda hansı idi o? Qiymətləndirmə. İlk öncə affektiv dəyişkənlik şkalası. Burada fərdin emosiyalarının sabit olub olmamasını ölçürlər. Suallar əsasən mənzərə dəyişəndə dərhal ruhum dəyişirmi tipindədir. İkinci növ proyektiv metodikalardır. Buna biz Rorschach testini, TAT metodikasını, tematik apperception testi misal göstərə bilərik ki, burada fərdin emosional reaksiyaları və psixi vəziyyəti barədə ipucular alırıq. Sonra isə ən vacibi psixiatrik müayinədir ki, affektiv hal zamanı şuur dərəcəsi, hərəkətlərin uyğunluğu, davranışın spontanlığı və impulsivliyi psixiatr tərəfindən dəyərləndirilir. Strategiyalarımız hansılardır və yaxud texnikalarımız deyə bilərik? Nəfəs məşqləri var. Nəfəsin alıb verməsi affekti yüngülləşdirə bilər. Özünü müşahidə var. İndi hansı emosiyanı hiss edirəm sualına cavab verə bilərik. Fiziki fəaliyyət, yəni idman və hərəkət, stress hormonlarını azaldır.
Dəstək almaq, psixoloq, ailə və dostlarla açıq söhbət etmək lazımdır. Zərərli mühitdən uzaq durmaq, yəni təhrik edici insan və vəziyyətlərdən uzaq qalmaq məsləhətlidir. Sonra praktik məşqlər var. Emosiyaların idarə olunması üçün stress və affektin qarşısını alan nəfəs məşqi var. Sonra gəlir emosiya jurnalı var. Burada affektə meyilli hallar təyin etmək üçün istifadə olunur. Gəlin qısa da olsa biz emosiya jurnalına bir nəzər salaq. Emosiya jurnalında suallardan ibarətdir. Bu gün hansı emosiyanı ən çox yaşadın? Nə zaman özümü itirdim və niyə baş verdi? Hansı vəziyyətlər məni qıcıqlandırır? Nə ilə sakitləşdim? Bu sualları yazırıq, daha sonra özümüz üçün o sualları aydın şəkildə cavablandırırıq yazılı şəkildə. Bəs burada bizim əsas məqsədimiz nədir? Duyğulara diqqət yetirməkdir. Təkrarlanan affektə səbəb olan halları ayırd edirik. Sonra gəlir stop texnikası. Göründüyü kimi stop texnikasında da nəfəs texnikasına bənzəyir. Həmçinin burada biz özümüzə sual veririk, nəfəs texnikasını istifadə edək, hansı emosiyadasan, artıq tam sakitləşəndən sonra qərar veririk və hansı formada davranmaq istəyiriksə, onu özümüz üçün tam sərbəst şəkildə aydınlaşdırırıq. Sonra emosiyaların tənzim edilməsi üçün adlandır və azad et texnikası, düşüncələrini yenidən qurma texnikası, emosional çıxış kanalı kimi texnikalardan istifadə edə bilərik. Ümumi şəkildə biz affekt halında nə deyə bilərik? Affekt özü affectus latın dilindən götürülüb, ruhi təlatüm, həyəcanlanma deməkdir. Coşqun surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan, az müddətli, lakin qüvvətlə cərəyan edən hisslərdir. Dəhşət, həddən artıq şadlıq, kədər, qəzəb və s. affektə misal ola bilər. Affekt halları bəzi adamların fəaliyyətinə pozucu təsir göstərir. Hətta onların belə məqamlarda öz hərəkətləri, danışığı, üzündəki şüurlu nəzarəti də zəiflədir. Affekt anında bəzi adamlar qışqırır, kəskin hərəkətlər edir, aydın danışığını itirir. Ayrı-ayrı hallarda isə heç bir söz deyə bilmir, tutulub donub qalır, daşa dönür, bayva yaxud ürəyi özündən gedir və s. Həmin vəziyyətlər beyində baş verən sinir prosesləri ilə əlaqədardır. Bu zaman beyində kəskin oyanma ocağı əmələ gəlir və ətrafdakı oyanmış sahələrə ləngidici təsir göstərir. Mənfi induksiyanın təsiri ilə başqa sahələrdəki oyanma ocaqları ləngimə halına keçdiyinə görə adam ətrafda baş verən hadisələri aydın dərk etmir. O öz hərəkətləri və onun nəticələri barədə sanki düşünmür. Qabıqaltı sahələr beyin qabığının ləngidici təsirindən azad olduğundan öz fəaliyyətlərini gücləndirir və nəticədə affekt halında insanda bir sıra artıq lüzumsuz, məqsədsiz hərəkətlər özünü göstərir. Bəzən affekt qəflətən müəyyən partlayış kimi baş verir və tezliklə son həddə çatır. Adam tez özündən çıxır. Başqa halda isə affekti törədən obyekt diqqətimizi cəlb edir, şuurumuz onun üzərində mərkəzləşir. Beyində həmin obyektlə əlaqədar olaraq oyanma sahəsi yaranır. Ətrafdakı oyanmalar ləngimə halına keçir. Qabıqaltı mərkəzlər getdikcə fəallaşır və beyin qabığına təsir göstərməyə başlayır. Nəticədə insan özünü ələ ala bilmir və hissinin əsiri olur. Bundan sonra affekt özünün son həddinə qədər inkişaf edir. Bu zaman orqanizmin bütün normal fəaliyyəti pozulur, beyin qabığındakı bir sıra mərkəzlərdə dərin ləngimə əmələ gəlir. Bununla əlaqədar olaraq bəzən təfəkkür və nitqin də fəaliyyəti pozulur. İxtiyari diqqətimiz zəifləyir, əlin, bədənin, ayrı-ayrı üzvlərin əsməsinə təsadüf olunur. Daxili əzələlərin fəaliyyəti güclənir, tənəffüs ahəngi pozulur, qan dövranında dəyişikliklər baş verir. Adam tərləyir, əlləri və bədəni əsməyə başlayır və s. Bütün bu dəyişiklik affektin tam şiddətləndiyi vaxt baş verir. Affekt soyumağa üz qoyduqda isə onun xarici təzahürləri və daxili təsiri yavaş-yavaş sönüb getməyə başlayır. Bu zaman adam əzgin, yorğun vəziyyətə düşür. Ətrafdakı hadisələrə etinasız yanaşır, yuxulu kimi olur. Affekt halından yaxa qurtarmaq üçün onun nəticəsini göz önünə gətirmək, onu dərk etmək zəruridir. Bununla yanaşı olaraq, affekti yaradan obyektdən diqqəti yayındırmaq, başqa istiqamətə yönəltmək də lazımdır. Əlbəttə, affekt halının qarşısını almaq insanın iradəsi nəzarət altındadır.
şuurluğundan, mədəni rəftar və vərdişlərin möhkəm yiyələnməsindən çox asılıdır.